Axşamınız xeyir olsun, dəyərli Psixodərsin izləyiciləri, webinar iştirakçıları. Biz növbəti webinarımıza başlayırıq və qeyd edeyim ki, bu webinarlar Addım Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən gənclərin psixologiya sahəsində rəqəmsal maarifləndirmə və inkişaf platforması çərçivəsində həyata keçirilir. Biz istəyirik ki, psixologiyanı akademik çərçivədə olan, səviyyədə olan mütəxəssislərin dilindən ictimaiyyət üçün rəqəmsal alətlərdən istifadə etməklə daha çox tanıdaq və psixologiya barədə daha doğru düzgün təəssüratlar formalaşdırılmasında iştirak edək, bizim də bir payımız olsun. Bu gün artıq bizim 4-cü webinarımızdır. Hər zaman çalışırıq ki, biz dəyərli, peşəkar bir mütəxəssislərə müraciət edək. Bugünkü bizim webinarımızın spikeri də psixoloq Rami müəllimdir. Tələbələrin sevimlisi və öz sahəsi üzrə peşəkar şəxslərdən biridir. Biz Rami müəllimin adını çəkəndə böyük bir maraqla qarşılandıq və eyni zamanda sonra baxdıq siyahıya, bizim iştirakçılar görmək istədikləri webinarda spiker kimi görmək istədikləri şəxslərin də adlarını qeyd edirlər. Və biz gördük, Rami müəllimin adı orada daha çox səslənənlərdən biridir, yazılanlardan biridir. Və böyük məmnuniyyətlə Rami müəllim də sizin, bizim təklifimizi qəbul elədi. Və bugün asılılıq barədə onun bir mövzusu, tanıtımı olacaq. Diqqətlə qulaq asmağı xahiş edirəm və sonda nəsə suallarınız olarsa, chat bölməsində və yaxud səsli götürərək cavablaya bilərsiniz. Və webinar bitdikdən sonra biz deməli iştirakçıların qeydiyyatını tamamlayacağıq. Kimlər sona qədər iştirak ediblərsə, onları aparacağıq. Buyurun Rami müəllim. Salam, mən də hər kəsi salamlayıram və hər birinizə dərin təşəkkürümü bildirirəm ki, zaman ayırıb webinara qoşulmusunuz. Bugünkü mövzumuz deyərdim ki, günümüzün ən aktual və problemli mövzularından biridir. Əlbəttə, bir 20 il, 25 il bundan öncə yadınızdadırsa, xatırınızdadırsa deyirdik ki, 5 il sonra, 10 il sonra əksər insanlar depressiyadan əziyyət çəkəcək və sair psixoloji və psixiatrik problemləri sadalayırdı. Amma vəziyyət elə gətirdi ki, artıq 10 nəfərdən demək olar ki, onu da müəyyən bir asıllıqlardan əziyyət çəkir. Əlbəttə, bunun davranış asıllıq tərəfi var, psixoaktiv maddə asıllıq tərəfi var. Biz də bu mövzunun aktuallığını nəzərə alaraq belə bir mövzu ilə çıxış eləmək istədik. Əlbəttə, birinci problemə düzgün məna yükləmək, o problemlə düzgün mübarizə modelləri ortaya qoyur. Əgər problemə yanlış məna yükləyirsə, mütləq ki, burada günahlandırma var, mühakimə var və s. mənfi yanaşma var ki, ona görə də son vəziyyətdə effektivliyimiz çox az olur. İlk öncə asılılıqlar nədir, ona baxaq görək, asıllılıq nədir? Asıllılıq əslində hər coğrafiyanın belə deyim, fərqli şəkildə mənalandırdığı bir mövzudur, problemdir. Bəzi coğrafiyalarda iradəsizlik kimi baxırlar, gücsüzlük kimi baxırlar, cinayət davranış, etik dəyişim, əxlaqi uğursuzluq və s. Amma son akademik araşdırmalar və yanaşmalar onu göstərdi ki, asıllılıq beynimizin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki bir beyin xəstəliyi. Yəni, biz burada xroniki sözünün altından qalın bir xətt çəkirik ki, çünki xroniki sözü istənilən bir xəstəlikdə biz sağalma sözündən istifadə eləmirik. Yəni, adi elementar bir misal göstərsək, hər birimizin ailəsində var, yaxınlarımızda, özümüzdə var. Şəkər xəstəliyi xroniki bir xəstəlik.
Yəni şəkər xəstəsi insulin vurur, pəhrizinə diqqət eləyir, əsəb, stres, qorxudan uzaq olur ki, daha uzun ömürlü və daha sağlam yaşasın. Amma ömrünün axırına qədər şəkər xəstəliyindən yaşayır. Hətta akademik məqalələrdə belə bir cümlə var ki, xroniki xəstəlikdən əziyyət çəkən insan əgər özünə nəzarət mexanizmini həyata keçirirsə, gündəlik həyat tərzi, münasibətləri, iştahı, yuxusu hamısı qaydasındadırsa və xəstəliyinə qarşı tənqidi fikir varsa, yəni mən sağaldım cümləsindən, fikrindən istifadə eləmirsə, digər xroniki xəstəlikdən əziyyət çəkməyən insanlara nisbətən daha uzun ömürlü və daha sağlam yaşayırlar. Ona görə də biz burada asılılıq məsələsində xroniki xəstəlik diaqnozu qoyuruq, mənalandırmanı yüklüyürük. Amma şəxs o demək deyil ki, ömrünün axırına qədər müəyyən bir maddədən istifadə edir. Sadəcə olaraq remisiya prosesi daha uzun ömürlü müddətdə olur və şəxs uzun ömürlü və sağlam yaşayır. Ona görə də asılılıq məsələsində bizim əsas yaşama tərzimiz protokola uyğun və akademik olmalıdır. Asılılıq bir növü şəxsin kontrolun itirilməsi prosesidir ki, şəxs müəyyən bir davranışa və yaxud maddəyə qarşı kontrolu itirir və bunun fonunda xroniki bir beyin xəstəliyi formalaşır. Yəni burada da slaydda da qeyd eləmişəm, asıllıq bir maddəyə və davranışa olan kontrolun itirilməsidir ki, biz bunu zəif iradənin nəticəsi kimi dəyərləndirmirik. Hər hansısa bir neyrobioloji, sosial və genetik faktorların qarşılıqlı təsiri olaraq dəyərləndiririk. Əlbəttə, asılılığın biz səbəblərinə baxsaq, yaranma səbəblərinə, elə bir ciddi tədqiqatlar yoxdur əlimizdə ki, biz bunu genetik faktorlarla əlaqələndirək. Əlbəttə, genetik yatqınlıq, genetik dediyimiz bir anlayış var ki, şəxsin birinci dərəcəli qohumu, yəni ata, ana müəyyən bir, məsələn, şəxsin atası xroniki alkoqolizmlə əziyyət çəkibsə, onun da xroniki alkoqolizmlə əziyyət çəkmə riski var. Yəni biz risk qrupası kimi onu dəyərləndiririk. Yəni həmin insanın tetikləyicilərə verdiyi reaksiya digərlərindən nisbətən daha zəif və daha təhlükəli olacaq. Amma biz deyə bilmərik ki, şəxsin atası xroniki alkoqolizmlə ya da narkomaniyadan əziyyət çəkibsə, mütləq ki, oğlu da müəyyən bir formada narkotik və alkoqol qəbul edəcək. Əlbəttə, bəzən suallar verirlər ki, niyə şəxsin atası məsələn alkoqolizmlə, xroniki alkoqolizmlə əziyyət çəkdi, onun övladı da alkoqol qəbul elədi. Əlbəttə, istisnalar qaydaları pozmur. Bizim burada yanaşma tərzimiz biraz psixoloji meyarlarla əlaqəlidir. Yəni, hər birimiz psixoloquq. Burada Albert Bandura'nın çox maraqlı bir nəzəriyyəsi var. Sosial öyrənmə nəzəriyyəsində qeyd edilir ki, uşaq birbaşa və dolayı yolla müşahidə eləyərək, model alaraq nəyisə öyrənir. Birbaşa və dolayı yollarla. Ona görə də biz əslində risk faktorları və qoruyucu faktorları qeyd edəndə maddə asılılıqda. Burada risk faktorlarından biri şəxsin ailəsindəki insanların maddəyə qarşı yanaşma tərzi qeyd olunur. Yəni, normal bir davranış kimi qəbul edir valideynlər, alkoqol qəbulun, siqaret qəbulun, narkotik qəbulun, yoxsa fərqli şəkildə qəbul edir. Ona görə də uşaq vaxtından evdə müəyyən bir maddə asılısı varsa, mütləq ki, o evdə müəyyən bir formada diskomfortluq var. Maddə asılısı varsa, konflikt var. Şəxsiyyətlər arası münasibətlərdə ciddi problemlər var. Bu da uşaqda ciddi şəkildə sevgisizliyə gətirib çıxarır. Və sevgisizliyə gətirib çıxartdığı təqdirdə biz bilirik ki, uşaq nə qədərə çox fiziki və emosional zorakılığa məruz qalırsa, bir o qədərə də belə deyim, travmaların nəticəsində müəyyən bir formada kognitiv elastiklik aşağı olur. Kognitiv elastiklik nə idi? Biz bunu tələbələrimizlə də keçirik. Kognitiv elastiklik şəxsin qarşısına çıxa biləcək müəyyən bir təhlükələrə qarşı və yaxud reaksiyalara qarşı onun adaptasiyası prosesidir. Yəni, kognitiv elastikliyi güclü olan insanlar 3 belə deyim, müsbət xüsusiyyətə malik olurlar. Birinci, kognitiv öyrənmə daha yaxşı. Kognitiv öyrənmə baş verir, öyrəndiklərini daha yaxşı emal eləyirlər və yeni şəraitə daha yaxşı adaptasiya gedir.
Ona görə koqnitiv elastiklik travmalarla böyüyən uşaqlarda koqnitiv elastiklik aşağı olur. Hətta biz bununla bağlı bir tədqiqata da baxmışdıq ki, deyəsən İordaniyada aparılıb o tədqiqatlar, hamilə xanımlarla tədqiqat aparıblar, narkotik maddələrə yönələn hamilə xanımlarla. Orada qeyd olunur ki, insanlar ailə qurduqları təqdirdə, bu bəylərdə də var, xanımlarda da var, self-organization prosesi gedir. Yəni, yenidən özünü tənzimləmə. Beyin bunu saniyənin milyonda birində həyata keçirir. Uşaq vaxtı atasından, anasından travma görən hamilə xanımlar avtomatik özləri ilə öz valideynlərini eyniləşdirirlər. Yəni, mən travma görmüşəm, atam, anam mənə qarşı bu metodlardan istifadə edib, vurublar, döyüblər, təhqir ediblər. Mən də övladıma qarşı elə valideyn olacam və öz valideynlik borcumu yerinə yetirə bilməyəcəm. Koqnitiv elastiklik aşağı olduğuna görə metamfetaminə meyilləniblər, nikotinə meyilləniblər, başqa narkotik maddələrə meyilləniblər və yaxud intihara cəhd ediblər. Əlbəttə, hal-hazırda biz psixoterapiyaların 3-cü dalğasına baxsaq, orada acceptance commitment terapiya var. Qəbul və qərarlılıq terapiyası var. Qəbul və qərarlılıq terapiyasının ana mahiyyəti nədən ibarətdir ki, biz terapiyada mütləq ki, pasiyentlə, indi mən kliniki sahədə işləyirəm, ona görə pasiyent sözündən istifadə edəcəm. Pasiyentdəkin travma ilə problemi üzləşdiririk, belə deyək. Öz problemini tanıyır. Əlbəttə, koqnitiv elastikliyi aşağı olan insanlarda acceptance commitment terapiya ilə şəxsin travmasına qarşı olan baxış bucağını dəyişirik. Əlbəttə, bəzi mütəxəssislər biraz tənqidi danışmayacaq bu gün qəti olaraq. Bunu tələbələrlə çoxu vaxt müzakirə edirik. Bizdə travmanı aradan qaldırırlar, amma travma heç vaxt aradan qalsa bilməz. Ona sadəcə olaraq baxış bucağımızı dəyişirik. Ona görə də bu fikrimdən yola çıxaraq onu deyə bilərəm ki, əslində maddə asıllığına səbəb genetik faktorlarla əlaqəli olaraq uşaqlıq travmalarıdır. Hətta Gabor Meytin bir yaxşı sözü var, deyir, bütün uşaqlıq travması olan insanlar narkotik maddə istifadəçisi olmaya bilərlər. Amma bütün narkotik maddə istifadəçilərinin uşaqlıq travması var. Yəni, burada o inkişaf psixologiyasında yəqin hər birimiz onu oxumuşuq. Bilirik ki, inkişafda əsas biz 3 risk dövrü qeyd edirik də. Doğuma qədər mərhələ, doğum zamanı, doğumdan sonra. Məsələn, o 9 aylıq müddətdə psixoloqlar, psixoterapevtlər və fizioloji inkişafına təsir edir. Əlbəttə, biz bu dəqiqə hüquq mühafizə orqanlarımız, Səhiyyə Nazirliyi, Təbii, Elm və Təhsil Nazirliyi, digər dövlət qurumları narkoman ilə ciddi şəkildə mübarizə aparır. Amma biz psixoloqlarda maraqlandıran məsələlərdən biri olmalıdır ki, insanlar niyə asılı olurlar? Biz hansı addımları atmalıyıq ki, asılı şəxsiyyətlər yetişdirməyək cəmiyyət? Bu artıq biraz gedir kökə, məsələnin kökünə gedir. Ona görə hamiləlik dövründə, məsələn, tədqiqatlar onu göstərdi ki, uşaq 28-ci həftədə ananın hamiləliyinin 28-ci həftəsində artıq eşidir. Kənarda baş verən bütün prosesləri eşidir. Və biz hamiləlik dövründə və yaxud uşaq doğum zamanı radiasiyaya məruz qala bilər, tərs gələ bilər, boynuna nəsə dolana bilər, qeyri-profesional tərəfindən doğuş həyata keçirilə bilər və yaxud doğuşdan sonraki müddətdə ailənin növüdür, tipidir, boşanmış ailədir və yaxud ata rəhmətə gedib ana yaşayır, əksinə tələbatlar, istəklərin həyata keçib keçməməsi onun uşağın beynində müəyyən bir formada funksionallığa təsir edir. Biz bilirik ki, insan beynində 200-dən çox neyrotransmitter var. Bu 200 neyrotransmitterin əsas bizə 4-ü 5-i vacibdir asıllıq prosesində. Bunlardan biri endorfindir. Yəni, bildiyiniz kimi, dünyanın ən güclü ağrı kəsici opioidlərdir. Bunlardan da biri morfindir. Ən ağır əməliyyatlarda şəxsə morfin injekte olunur və o heç bir ağrını hiss eləmir. Amma maraqlısı da odur ki, insan beyninin ifraz elədiyi endorfin adında neyrotransmitter var ki, morfindən qat-qat güclüdür. Və bu endorfin ifrazı əsas
ananın hamiləlik dövründə və uşaqlıq dövründə aktivləşir. Yəni travma görən uşaqlar əksər hallarda beyin funksionalında ciddi problemlər yaşayırlar və əsas endorfin ifrazı bloklanır. Endorfin ifrazı bloklandığına görə şəxs gələcəkdə o endorfini eksternal olaraq alır. Yəni o ağrı kəsicini kənardan alır. Bəlkə də qarşınıza çıxıb İngiltərədə bir tədqiqat aparılıb asılı şəxslərlə bağlı narkotik istifadəçiləri və verilən sual çox sadə və maraqlı sual olur ki, ilk dəfə narkotik istifadə edəndə hansı hissi yaşadı? Verilən cavabların əksəriyyəti eyni cavablar idi. İlk dəfə narkotik istifadə edəndə mənə elə gəldi ki, kiminsə tərəfindən qucaqlanıram. Yəni sevgi verilir mənə. Ona görə bizim üçün burada maraqlı olan tərəf şəxsin hansı problemdən əziyyət çəkməyidir. Yəni əgər narkotik istifadə edəndə sevgi hiss eləyirsə, cəsarət tapırsa, güc tapırsa və fərqli bir pozitiv nələrsə yaşayırsa, verilə biləcək sual odur ki, bu şəxsdə nə çatmır ki, niyə sevgisizlik var, niyə cəsarətsizlik var, niyə gücsüzlük var ki, onu narkotiklə kompensasiya edir. Yəni sizə çox elementar bir case deyim, bunu da çoxu zaman mühazirələrimdə elə bunu deyirəm, bunu tapıb çıxartmışam ortaya. Sən adi ana uşağa misal həll elətdirəndə sual verə bilər ki, qızım 500-də gəl 5 neçə eləyir? Bunu tələbələrim bilir, çoxuna demişim. 500-də gəl 5 neçə eləyir, ana 500-də gəl 5, əlbəttə indi hamımız bilirik 500-də gəl 5 neçə eləyir, amma uşaq vaxtı bilmir. Ana 500-də gəl 5 9 eləyir. Birinci кейsə baxsaq, fiziki bir müdaxilə, döymək, söymək, səndən oxuyan çıxmaz, qardaşın səndən kiçikdir, vurma cədvəlində bilir, hətta qolundan tutur, halal zəhməti ilə yaşayan insanı misal gətirir ki, oxumasan belə olacaqsan, o insana qarşı da gələcəkdə mənfi düşüncələr formalaşdırır uşaqda, qardaşa qarşı qısqanclıq yaradır və burada hansı proses gedir? Özünü günahlandırma artır da, biz həmişə terapiyalarda işlədiyimiz mövzudur. Dəyərsizləşdirmə hissi yaranır. Mən acizəm, mən gücsüzəm, mən sevilmirəm, mən lazımsızam və s. Və özünü günahlandırması yüksək olan insanlarda həmişə özünü qiymətləndirmə aşağı olur. Ona görə bu coğrafiyanın insanlarında ya süni özünü qiymətləndirmə həddinin artıq yüksəkdir, narsizm fonundadır. Burada mənim Bağdadda körfədir. Ya da sıfırdadır. Yəni orta hədd bizdə çox əksər hallarda rastlaşmadığımız şeydir. Və özünü qiymətləndirmə aşağı olduğu təqdirdə şəxslərdə özünü təsdiqə can atma baş verir. Yəni asılı bir şəxsiyyət tipi yetişir. Başqalarının fikri, başqalarının düşüncəsi, başqalarının tənqidi, tərzinə həddindən artıq həssas olur. Özünü təsdiqə can atan insanlar həmişə diqqət mərkəzində olmaq istəyirlər. Yox demə bacarıqları çox sıfıra bərabər olur. İstəklə mübarizə apara bilmirlər. Və illər keçir, gəlir yeniyetməlik yaş dövrünə, bir dost çevrəsində və yaxud hər hansısa bir insanlar toplumunda müəyyən bir qrupun təsirinə uyğun olaraq yox demə bacarığından istifadə edə bilmir. Məsəl üçün bir siqaretdə sən seç, yox istəmirəm. Olmaz, zərərlidir. Amma kənardan qrup fərdlərindən birinin müəyyən bir təsiri nəticəsində ki, qorxma, qorxaq olma və s. Neynir? Özünü təsdiqə can atdığına görə ver birində mən istifadə edeyim. Çünki yox demə bacarığı sıfır. Eksternal olaraq endorfini kənardan alır. O ağrı kəsicini kənardan alır. Yəni burada artıq o kognitiv elastiklik dediyimiz məsələ çox aşağı səviyyədə olur. İkinci кейsə baxsaq, qızım 500-də gəl 5 neçə eləyir, 9 eləyir. Qızım 500-də gəl 5 9 eləmir. Mən sənə güvənirəm, mən sənə inanıram. Mən bilirəm ki, sən bunu tapacaqsan, beyin başladı işləməyə. Beynin bir çox gözəl bir funksiyası var. Beyni aktivləşdirdiksə aktivləşir. Piaget'in dediği kimi sınama və yanılma yolu ilə inkişaf edir. Biz bilirik ki, Piaget'in fikirlərindən də biridir ki, uşağa səhv eləmə haqqı verməlisən sən. Uşaq səhv eləmək nədir, onu bilməlidir. Və bu problemi biz auditoriyada da yaşayırıq. Hətta magistr tələbələrindən yaşayırıq ki, o qədər ki, orta məktəblərdə bəzi ibtidai sinif müəllimləri, bəzi müəllimlər təlimdən daha çox təhsilə önəm verdiklərinə görə biz bilirik ki, təlimlə təhsilin fərqi var.
Biri nəzəridir, biri praktikdir, biri uşaq nəyi edə bilməlidir, nəyi bacarır, biri nəyi edə bilməlidir. Sualına cavab verir. Əlbəttə orada 6-7 dənə bənd var. Və təlimə daha az vaxt yer verdiyimizə görə uşaqlar məsələn auditoriya qarşısına çıxa bilmir. Çünki sınama və yanılma yolu ilə işi həll eləməyiblər. Yerlərindən danışıb qiymət alırlar. Magistr tələbəsidir, auditoriya qarşısına çıxıb danışa bilmir. Onun günahı deyil, o gələn prosesin nəticəsi. Ona görə bizim üçün burada o uşaq artıq beyin işlədi, endorfin ifraz elədi, gəldi gələcəkdə bir dənə də siqaret sən çək, bir araq da sən iç, yox, istəmirəm. O insanlarda yox demə bacarığı çox güclü olur. Maddə asıllığında əsas biz iki maddə asıllığında partlayır. Hələ də bəzi psixoloqlar, psixiatr, psixoterapevt arasındakı fərqi bilmədiyi üçün. Burada var istifadə, var sui-istifadə, var asılılıq. Məsəl üçün, istifadə müəyyən bir alkoqol qəbuludur. Alkoqol qəbul eləyir, maşın sürürsə, bu sui-istifadədir. Alkoqola qarşı kontrolu saxlaya bilmirsə, bu asılılıqdır. Ona görə bu məsələlərdə biz mütləq ki, bu anlayışların fərqini bilməliyik. Əlbəttə, davranış asılılıqlarını sadalaya bilərik. İnternet asılılığı var, sonra. Amma bir məsələni də qeyd edeyim, mövzu genişdir, ona görə qatışdırıram. DSM 4-dən DSM 5-ə keçəndə maddə istifadəsi, asılılığın diaqnozu başqa cür qeyd olunmuşdu. Azərbaycan dilində olmadığına görə türk dilində deyəcək. Bağımlılığı pozuntusu. Yəni maddə istifadə edir, bunun fonunda müəyyən bir pozuntu yaranır. Davranış asılılıqları internet asıllığıdır, texnologiya asıllığıdır, qumar asıllığıdır, gambling asıllığı gedir akademik məqalələrdə. DSM 5-də olsa belə, bəzi akademik məqalələrdə baxırıq ki, tolerantlıq sözü artıq belə deyim, asıllığa verilən kriteriyalardan biri deyil. Yəni nə deməkdir tolerantlıq? Şəxs əvvəl müəyyən bir az dozada içki ilə başlayır, sonradan miqdarı artırır, növü dəyişir, müddət qısalır və yaxud fərqli, ya da maddə istifadəsində, narkotik istifadəsində. Birinci müəyyən bir marixuana ilə başlayır, sonra beyin deyir, daha çox ver, keçir sintetik narkotik maddə. Kitablarda fərqlidir, amma qısa olaraq belə deyə bilərik ki, beynimiz əsas neçə hissədən ibarət, 3 hissə kimi dəyərləndirir. Arxa beyindir, orta beyindir, ön beyindir. Arxa beyin yaşamaq mübarizəsi funksiyasını yerinə yetirir. Uşaq acır, anıya mesaj verir, duyur, anıya mesaj verir, ağrıyır, anıya mesaj verir və s. Yəni yaşamalıyam. Sonra emosional beyin aktivləşir. Məsələn, tədqiqatlara baxsaq, narkotik maddəyə gedən insanların 83-85%, bu çox acınacaqlı bir statistikadır ki, 83-85% yeniyetməlik yaş dövründə başlayır. Çünki biraz da yanaşsaq, Freudun id, ego, super ego məsələsinə yanaşsaq, biraz aktiv olan iddir. Ona görə ancaq istək üzərinə gedirlər. Yəni, davranışın zərər və fayda tərəfi müqayisə edə bilmirlər. Ancaq istəklərinə çatmaq üçün addım atırlar və idarə edə biləcəklərinə inanırlar. Sonradan artıq prefrontal korteks, yəni düşünən beynimiz, qərar beynimiz, gələcək planlarımız, proqramlarımız bloklandığına görə şəxsdə artıq müəyyən bir qərar vermə qabiliyyətidir. Hətta məqalələrdə, kitablarda qeyd olunur ki, prefrontal korteksin inkişaf dövrü universitet dillərinə, yəni o yaş kateqoriyasına, dövrünə təsadüf edir. İkinci, burada əsas məsələn serotonini qeyd edə bilərik ki, serotonin düzdür, bizdə ədəbiyyatlarda xoşbəxtlik hormonu kimi qeyd edirlər, amma serotonin xoşbəxtlik və bədbəxtlik ya da yaxşı və pis nisbə anlayışlardır. Birimizə görə xoşbəxtlik, birimizə görə bədbəxtlik ola bilər. Hətta bu misalda həmişə deyirəm ki, yadınızdadırsa pandemiya dövrü evdə 2 uşaq vardı, biri tənbəldir, biri oxuyandır. Sual verirdik ki, evdə qalmaq yaxşıdır, yoxsa pis?
Birinci deyirdi ki, yaxşıdır. Niyə? Məktəb yoxdur. İkinci deyirdi, pisdir. Niyə? Məktəb yoxdur. Hadisə eyni hadisə idi. Yüklədiyimiz məna fərqli idi. Burada məsələn, CBT terapiyanı həyata keçirəndə kimi Epiktetos'un sözüdür ki, bizi narahat edən hadisələr deyil, hadisələrə yüklədiyimiz mənadır. Yəni burada yaxşı və pis kimi akademik söz ola bilməz ya da xoşbəxtlik hormonu akademik ola bilməz. Ona görə də biz burada serotonin nə kimi dəyərləndiririk? Doyma neyrotransmitteri kimi dəyərləndiririk. Biz doymasaq heç vaxt xoşbəxt ola bilmərik. Ona görə də burada əslində asılılıqda dopamin şiddətli şəkildə ifraz olunur, serotonin sıfıra düşür. Serotonin sıfıra düşdüyünə görə şəxsdə doyma refleksidir, doyma istəyi də yoxa çıxır. Üçüncü oksitosindir ki, bu da sosiallaşma neyrotransmitteridir. Hətta bir məqalədə oxumuşdum, sonradan tapmadım o məqaləni. Deyir, oksitosin yeganə neyrotransmitterdir ki, burun yolu ilə insana injektə oluna bilir ki, və oksitosinin olmaması da bilirik ki, hamilə xanımlar oksitosin olmasa heç vaxt dünyaya uşaq gətirə bilməzdir. Və burada əsas toxunmaq istəyirəm müalicənin mərhələlərinə. Xanım keçir, komorbid xəstəliklərdə saxla, zəhmət olmasın. Komorbid xəstəliklər var, saxla, keç. Çoxun danışmışam bunların, slaydı da göndərərəm. Deməli, müalicənin mərhələlərinə baxaq, qısa da olsa. Biraz öncə yadınızdadırsa absidensiya sindromu dedim və maddə asıllığında da çox rastlaşdığımız vəziyyətlərdən biri psixoz vəziyyətidir. Məsələn, metamfetamin psixozu deyirlər, alkoqol psixozu deyirlər və s. Məsələn, metamfetamin istifadəsi zamanı şəxs bir həftə yatmır, qulağa səslər gəlir, gözə nəsə görsənir, qeyri-adi hərəkətlər eləyir, öz-özünə səbəbsiz yerə gülür, ağlayır, bədənində böcək gəzir, qarışqa gəzir, ağzından ilan çıxır və s. Biz buna metamfetamin psixozu deyirik ki, bunu narkoloq və psixiatr aradan qaldırır. Bu medikamentoz farmakoloji prosesdə biz psixoloqların qəti olaraq heç bir funksiyası yoxdur. Ona görə də 10-12 gün müddətində absidensiya sindromu aradan qaldırılır. Əgər psixoz varsa, psixoz da onun daxilində gedir. Yəni nədir? Şəxs reallıq qabiliyyətini itirib, həm psixozu aradan qaldırır həkimlər, həm də müəyyən bir formada medikamentoz müdaxilə ilə ağrıları sakitləşdirirlər ki, şəxs ən azından ağrısız bir müddət keçirsin. 12-14 gün müddətindən sonra müəyyən bir həftə, 10 gün nəzarət müddəti qeyd edir narkoloqlar ki, adaptiv davranış formalaşsın. Yəni yuxudur, iştahdır, müvazinətdir. Bunlar tam bərpa olunandan sonra biz artıq psixoloq, psixoterapevt olaraq prosesə daxil oluruq. Birinci əsas bizim işimiz şəxsdə tənqidi fikrin formalaşmasına yönəlməkdir. Yəni, əksər asıllılar heç vaxt ilk vaxtlarda öz asıllıqlarını qəbul edəmir. Mən asılı deyirəm, istədiyim vaxt istifadə edirəm, istədiyim vaxt dayandırıram və s. bir növü fərqindəlik yaradırıq. Bunu da motivasiya edici görüş texnikası ilə həyata keçiririk ki, motivasiya edici görüş texnikası adından da görsəndiyi kimi motivasiya edici xarakter daşıyır. Yəni, burada bir məqalədə də qeyd olunmuşdu ki, motivasiya edici görüş texnikasında pasiyent və psixoloq bir növü güləşməməlidirlər. Yəni, məcburi bir addım atılmamalıdır. Bir növü, belə deyim, rəqs eləməlidir. Yəni, pasiyent öz komfort zonasını tapmalıdır səndə. İnanmalıdır, güvənməlidir. Yəqin ki, Erik Fromm'un o cümləsi yadınızdadır. Nə deyir? Deyir, terapiyanın effektivliyi ilk görüşdə pasiyent və psixoloq arasındakı yaranan inan və güvəndən asılıdır. Ona görə motivasiya edici görüş texnikasında empatiyanın qurulmasıdır, pozitiv feedbacklərdir, təsdiqdir, bədən dili, səs tonu, jestlər, mimikalar çox vacibdir. Və burada bir məsələ də var ki, hər bir maddə asılısı öz coğrafiyasına görə müəyyən bir travmatik dövrdən keçir. Burada da indi axırda ona nəzər yetirəcəyik, stigmalaşdırma. Yəni, insanlar tərəfindən inamsızlıq, güvənsizlik, günahlandırma, mühakimə, müqayisə, sən maddə istifadə edirsən, yalancısan, oğrusan, cinayətkarsan, sənə inanmaq olmaz və s. İnsanda o qədər özünü qiymətləndirməni aşağı salır ki, psixoloqda, terapeftdə bir özünə qarşı pozitiv bir yanaşma, bir mülayimlik və ya fərqli bir normal davranış görəndə o inan və güvən daha yaxşı formalaşır. Asıllıqda əsas bizim rastlaşdığımız problemlərdən biri də komorbid xəstəliklərdir. Komorbid xəstəliklər adından da görsəndiyi kimi yanaşı xəstəliklər. Biz asıllıqda dual diaqnoz sözündən istifadə edirik ki, adından görsəndiyi kimi ikili diaqnoz deməkdir. Yəni o deməkdir ki, ya şəxs
maddənin fonunda müəyyən bir psixiatrik, nevrotik, psixoloji problemlə qarşılaşıb. Ya da problemin fonunda maddə ilə qarşılaşıb. Məsələn, depressiyada kimsə buna deyib ki, filan maddəni istifadə etsən, xoşbəxt olacaqsan, nə bilim, gümrah olacaqsan. İllüziya düşüncələrdə zaten maddəyə gedən insanların əksəriyyəti informasiya qıtlığından və illüziya düşüncələr fonunda gedir. Heç bir maddə ömrü boyu insana həzz vermir. Yəni ilk vaxtlarda müəyyən bir euforiya vəziyyəti verə bilər. Demək, gülmək və s. Amma bir müddətdən sonra şəxs o maddəni ona görə istifadə edir ki, normal bir insan kimi yaşasın. Yuxusu bərpa olunsun, ağrı aradan qalxsın və s. Və komorbid xəstəlikləri biz əsas asıllıqda 3 yerə bölə bilərik ki, birinci qeyd elədiyim ki, psixiatrik pozuntulardır. Məsələn, burada şizofreniyadır, bipolyar pozuntudur, borderline'dır, antisosial şəxsiyyət pozuntusudur, dissosiativ şəxsiyyət pozuntusudur, sonra depressiya ola bilər, nevrotik problemlər ola bilər. Ona görə də biz həmişə tələbələrimizə onu tövsiyə edirik ki, birinci mütləq ki, hər bir psixiatrik pozuntunun simptomlarını dərindən bilməlisiniz ki, norma ilə patologiyanı ayıra biləsiniz. İkinci də mütləq ki, DSM-5 və XBT-11-də maddələrin belə deyim, kodlaşdırmasını bilməlisiniz. Ya da bir pasiyentlə danışanda bu bipolyar pozuntudur, yoxsa normal bir əhval-ruhiyyadır, onu təyin eləməlisiniz. Məsələn, bir dəfə mənim öz real yaşadığım hadisəni deyim ki, bir xanım pasiyentimiz var idi. Bir müəllimimizlə pasiyentlə bir ilkin dəyərləndirmə aparırdıq. Mən ama pasiyenti çoxdandan tanıyırdım. Müəllimimiz də Kiyan müəllimi idi, Allah rəhmət eləsin, çox dəyərli müəllimimiz idi. O da görürəm bloknotuna nəsə qeyd eləyir, mən də qeyd eləyirəm. Çıxdıq və sual verdim həmin xanım pasiyentimizə ki, gələcəklə bağlı düşüncələriniz nədir? Qeyd elədi ki, təhsilimi davam elətdirəcəm, evladıma zaman ayıracam, şirniyyat pişirib satacam, bizneslə məşğul olacam. Gördüm, müəllim də nəsə qeyd eləyir, mən də qeyd elədim. Çıxdıq, baxdım ki, müəllim də yazıb bipolyar şəxsiyyət pozuntusu və mən də yazdım bipolyar pozuntu. Yəni, nə deməkdir burada? Artıq pasiyentini tanıyırsansa, onun davranışları, göz formaları, bədən dili, cümlələrdəki o şişirtmə və s. mütləq ki, bir şübhə yaradır. Amma biraz diqqətsizlik eləsəydik, məsələn, manik fazada olardı, çıxardı, deyərdik ki, hə, yaxşıdır, gələcəklə bağlı fikirləri adekvatdır, artıq evə gedə bilər, həkimə bir pozitiv feedback də verərdik ki, hə, doktor, yaxşıdır artıq, sağ olun, çox gözəl müalicə eləmisiniz. Çıxıb gedərdi, bir ay sonra özün 18-ci mərtəbədən depressiv fazada atardı. Ona görə bu psixiatrik, nevrotik, psixoloji problemləri bilmək mütləq ki, bizə vacibdir. İkincisi, bizim üçün vacib olan psixofarmakologiyanı öyrənməkdir. Psixofarmakologiyanı bilməyən klinik psixoloq heç vaxt pasiyentlə düzgün iş apara bilmir. Bunu hətta tələbələrə deyirəm. Məsələn, bəzi antidepressantların üstündə yazır ki, ilk 2 həftə, 1 ay arasında intihar düşüncələri yarada bilir. Və biz də pasiyentə sual verdik ki, beyninizdən intihar düşüncələri keçib, hə, doktor, indi ağ xalat geyindiyimizə görə deyir, mənə görə, yəni biz psixoloq ağ xalat niyə geyinməlidir, onu bilmirəm, əlbəttə mənə görə bir blokdur pasiyent və psixoloq arasında. Ya da müəllim sual verir ki, 1 həftədir, 2 həftədir beynimdən suicidal düşüncələr keçir. Biz nə edirik? Terapiyanın gedişatını dəyişirik, fokuslanırıq suicidal düşüncələrə, halbuki onun qəbul elədiyi o dərmanın instruktajını bilsək, onun psixiatri ilə əlaqə saxlasaq, biz bilərik ki, bu dərman ilk 2 həftədə intihar düşüncələri yaradır. 2 həftədən sonra, 1 aydan sonra aradan qalxacaq. Ona görə psixofarmakologiyanı və bu klinik məsələlərdə pozuntuları öyrənmək hər bir psixoloq üçün çox vacibdir. Və qeyd elədiyim kimi, bu psixiatrik pozuntulardan şübhələniriksə, mütləq ki, psixiatrla əlaqə saxlayırıq. Asıllıq deyərdim ki, bəlkə də birinci çox ağır və şaxəli, çətin prosesdir ki, multidisiplinar işi xoşlayır. Yəni, komanda işini xoşlayır. Burada mütləq ki, psixiatrın öz rolu var, nevroloqun, psixoloqun, psixoterapevtin, narkoloqun, hətta Avropada bu dəqiqə bu ilki tələbələrim sosial işçilər idi, həm Bakı Dövlətdə, həm də Qərb Universitetində. Onlara da qeyd elədim ki, yəni siz sosial iş ixtisası bu dəqiqə dünyada çox, belə deyim, sürətli şəkildə inkişaf edən bir sahədir.
maddi asıllığında sosial iş tərəfin həll eləmədən heç bir effektivlik əldə edə bilmərik. Çünki sosial mühit, tetikləyicilər bizim üçün çox ciddi şəkildə problemlər yaradır. Bəzən də tək, məsələn, Azərbaycanda belə bir maddi asıllığı ilə bağlı deyirəm əlbəttə, bir şey var ki, məsələn, həkim olsun, psixoloq, psixoterapevt, elə bir şəxsi atırlar dairənin içinə, qovurlar. Valideyn qovur həkimə, həkim qovur psixoloqa, psixoloq o birisinə. Şəxs beynini itirir ki, hamı məni dəyişmək istəyir, amma heç kim dəyişmək istəmir. Ona görə biz burada o addım atırıq. Ya şəxsi də çıxardırıq dairənin kənarına, ya özümüz də düşürük dairənin içinə ki, şəxs hamının dəyişdiyinə şahid olsun. Bizə qarşı bir blok mexanizmindən istifadə eləməsin. Biz bilirik də şəxs maddənin asılısıdır, valideyn də şəxsin asılısıdır. Biz buna həm asıllıq deyirik, müştərək asıllıq deyirik, ruslar sozavismus deyirlər. Yəni nə deməkdir? Şəxs ancaq narkotik axtarır, hardan tapım, necə tapım, oğurluq eləyim, nə bilim, cinayət törədim. Valideyn də ancaq və ancaq şəxsi düşünür. Hara getdi, nə yedi, kimlə görüşdü, narkotik elədi, qumar oynadı və s. Onun beynində mənfi düşüncələr aktivdir, bunun da beynində onunla bağlı mənfi düşüncələr aktivdir. Bəs biz nə edirik? Ancaq şəxsi dəyişmək istəyirik. Halbuki tətikləyici evdədir. Asıllıqda biz iki cür tətikləyicini qeyd edirik. Var daxili tətikləyici, var xarici tətikləyici. Məsələn, daxili tətikləyici heç bir səbəb olmadan, əlbəttə səbəbi var. Yəni biz fiziki bir texniki tərəfini deyirəm ki, şəxsə gələn şiddətli istək. Xarici tətikləyici, məsələn, qumar oynayırsa, topazın listinin qarşısından keçməsidir, ya televizorda bir reklam görməsi, ya bir futbola baxması, ya maddə istifadə edirsə, maddə aldığı insanın evinin yanından keçməsidir. Maddə istifadə elədiyi insanla görüşmək ki, bu tətikləyicilərdir. Amma tətikləyicilərdən də biri valideynlərin tutumudur. Məsələn, valideynə biz bəzən deyirik ki, narkotiki xatırladacaq heç bir addım atmayın. Yəni, toxunmayın, keçmişə toxunmayın. Biz bunu deyirik, bunlar biraz şiddətini çox eləyirlər ki, yəni artıq uşağa bir növü yazıqları gəlir, yəni əvvəlki valideynlik obrazından çıxıb fərqli obraza girirlər. Burada yenə də bu da bizim üçün tətikləyicidir. Şəxs özündə günahlandırma hiss edir. Hamının mənə yazığı gəlir. Əlbəttə, bunun o, belə deyim, dozasını biraz tutulmaq çətindir. Hər bir valideynlə işləmək çətinlik yaradır. Onu görsən, kimlə görüşdün, hara getdin, niyə gec gəlmirsən və ya xanımları tərəfindən konum göndər, nə bilim, şəkil göndər, kimlənsən, gözün niyə qızarıbdır və s. kimi fikirlər burada tətikləyicilər. Deməli, biz terapiyanın aparılmasında mütləq ki, komanda işi həyata keçirməliyik. Həm ailə terapiyası aparılmalıdır, həm də şəxsin özü ilə bağlı terapiyalar həyata keçirilməlidir. Burada da qeyd eləmişəm, xanım, bir dənə keç ailə və həmasıllığa bax. Ailə və həmasıllılıq. Həmasılı davranış formaları, məsələn, asıllıqdan əziyyət çəkən şəxsin qorumaq, onun əvəzindən məsuliyyət daşımaq, problematik dövrü davam etdirə bilər. Yəni, biz çoxu zaman, bu biraz həssas məsələdir, valideynlər, məsələn, deyə bilər ki, mənim elə valideyn pasientlərim çox olub ki, valideyn özü ona dəstək olur ki, qoy müəyyən bir təki maddəni tapsın, amma gedib oğurluq eləməsin, cinayət törətməsin. Ya da borcun bağlayır ki, qoy borcu bağlayır ki, qoy gedib kimdənsə borcu almasın. Əslində burada neyir? Himayədarlıq edir. Himayədarlıq elədiyinə görə şəxs ailədə komfort zonasını tapır. İstədiyi vaxt ara düşən kimi anam, atam ödənişimi verəcək ki, qumarımı oynayacaq. Bir müddətdən sonra artıq qətiyyət göstərmək vacibdir. Mütləq ki, qətiyyətli olmalıdır valideyn. Yəni, şəxs o idarə etməni, avtoritarlığı ələ almamalıdır. Keç zəhmət olmasa xanım, birazdan sualları cavablandıraq. Mövzu genişdir, ona görə istəyirəm qısa danışım. Asıllılıq inkişafında gəç saxlaq, birinci söz asıllılığın inkişafında. Geri. Deməli, burada da qeyd olunur, slayda da baxsanız görəsiniz, asıllığın inkişafında sosial və ətraf mühit faktorları əsas rol oynayır. Bu Bandura'nın fikridir. 1977-ci ildə qeyd olunub. Zaten biz bilirdik ki, Bandura da deyirdi ki, uşaqlar, bayaq dediyim kimi,
model olaraq öyrənirlər və onu da ya bu indi ya da gələcəkdə həyata keçirilir. Erkən yaşlarda maddə istifadə edən dost qruplarında olmaq risk davranışlarını artırır və normalizə edir. Yəni erkən yaşlardan bizim ətrafımızdakı insanların narkotik istifadə etməsi, alkoqol qəbul etməsi və biz o davranışı normal davranış kimi qəbul etdiyimizə görə gələcəkdə risk qruplarında sayıla bilər. Ailədə maddə istifadəsi nümunəsi olan uşaqlar riskli davranışlara qarşı daha az müqavimət göstərirlər. Yəni valideynlərdən hər hansınınsa maddə istifadə etməsi o uşaqların riskli davranışlara qarşı müqavimətini endirir. Sosial təcrid, yoxsulluq və zorakılıq kimi psixososial faktorlar maddə istifadəsi ehtimalını artırır. Deməli, burada bir tədqiqatı sizə danışmaq istəyirəm, maraqlı tədqiqatdır. 1975-ci ildə doktor Aleksandr bir eksperiment keçirir. Götürür, sadə bir otaq kimi düzəldir, divarı deşir, ora 2 dənə boru salır otağa. Birində sadə su olur, birində də heroinli su və siçanları salır otağa. Baxır ki, siçanların əksəriyyəti gedir, heroinli su içir, aksident sindromundan əziyyət çəkirlər, diskomfortluq var otaqda və s. Bir müddətdən sonra eksperimentin gedişatını dəyişir və otağa rəngli siçanlar, toplar, cipsi, pendir, şar və s. Amma borulara dəymir. Sadə su və heroinli su yenə də damcılayır. Baxır ki, artıq əvvəlkinə nisbətən siçanlar gedir, sadə su içir, heç bir heroinli suya getmirlər. Və buradan belə bir fərziyyə irəli sürür ki, biz heç birimiz doğulanda asılı şəxs kimi doğulmuruq, mükəmməl şəxsiyyət kimi doğulmuruq, cinayətkar kimi doğulmuruq. Bizi asılı da eləyən, cinayətkar da eləyən, faydalı da eləyən ailədir və sosial faktorlardır. Ona görə də burada Albert Banduranın yanaşmasında əsas götürülən, yəni belə sübut olaraq onu götürür ki, biz zaten bunu öyrənə gəlib, onu sonradan eksperiment olaraq həyata keçiririk. Sonra burada asılılıqda damğalama və diskriminasiya var. Asılılıqdan əziyyət çəkən şəxslər tez-tez sosial damğalanma və diskriminasiyaya məruz qalırlar. Bu isə müalicəyə müraciəti çətinləşdirir. Yəni insanlar, asılı şəxs, insanlar tərəfindən o damğalanmanı gördükcə, yəni sən biraz öncə qeyd elədiyim kimi mənfi düşüncələr fonunda müalicəyə yanaşmanı da ikinci plana atırlar. Yəni zaten heç kim mənə inanmır, zaten heç kim mənə güvənmir, mən elə belə də davam eləyəcəm, düzələn deyiləm kimi illüziya düşüncələrlə yenidən maddə istifadəsinə davam edir. Damğalanma həmçinin şəxsi dəyərsizlik hisslərini artıraraq psixoloji rifahı zəiflədir. Cəmiyyətdə və bəzi məqalələrdə göstərilən məlumata əsasən hətta səhiyyə sistemində asılılıqdan əziyyət çəkən şəxslərə qarşı mənfi münasibətlər yetəri qədər yayılmışdır. Deməli, bu belə bir tədqiqatda aparılıb, deyəsən, Yaponiyada tibb işçilərinə 3 tip xəstə göstərilir. Biri mədə xəstəliyidir, biri təzyiq, deyəsən. Biri də asılılıqda, narkotik istifadəçiləri. Baxıblar ki, narkotik istifadəçilərinə qarşı daha dırnaqarası yanaşmalar olub. Yəni, o xəstəliyi dəyərləndirmədə ən şiddətli narkotik maddə istifadəçilərini dəyərləndiriblər. Onlara qarşı bir damğalanma, dırnaqarası yanaşmalar mövcud olub. Sonradan bu tibb işçilərinə narkomaniya ilə bağlı, asılılıqla bağlı akademik bir təlim verilir. İkinci dəfə dəyərləndirmə aparanda baxıblar ki, insanların fikri dəyişdi. Yəni bizim narkotik maddə istifadəçisidir, alkoqol istifadəçisidir, mütləq ki, damğalanmalıdır, günahlandırılmalıdır, mühakimə olunmalıdır. Fikri artdıqca o insanlara qarşı bizim gücümüz də ikinci plana düşür. Yəni dəstək ola bilmir. Stigmanın azaldılması üçün ictimai maarifləndirmə, nitqə və tənqidə diqqət etmək və inklusiv siyasətlər çox vacibdir. Yeniyetmələrdə asıllıq riskini burada qeyd eləmişəm. Yeniyetməlik dövrü beyin inkişafı baxımından kritik mərhələdir və impuls nəzarətində zəiflik maddə istifadəsi riskini artırır. Biraz öncə qeyd elədiyim kimi, yeniyetməlik yaş dövründə bizim verdiyimiz bütün qərarlar emosional qərarlardır. Prefrontal korteks aktiv olmadığına görə emosional qərarlar verir. Yəni bu dəqiqədə siz 5 il öncəni, 20 il öncəni, yəni yeniyetməlik 14-15 yaşındakı dövrünüzü nəzərdən keçsəz, baxacaqsınız ki, sizdən haqlısı yox idi, amma ən ağla gəlməz mənfi qərarları o vaxt vermişdir. Yəni prefrontal korteks ikinci plandadır. Ona görə də şəxs belə deyim, asılılığa daha yatkın olur. Şəxsin beynində prefrontal korteksin tam inkişaf etməməsi nəticəsində riskli davranışlara meyil artır.
Sosial təsiri və həmyaşlı təzyiqi xüsusilə yeniyetməlik dövründə maddə istifadəsinə mühüm rol oynayır. Erkən yaşda istifadə etmək gələcəkdə ağır asıllıq və psixososial problemlərlə əlaqələndirilir. Burada bir məsələyə toxunmaq istəyirəm. Əsas tibb müəssisələrində profilaktik tədbirlərlə bağlı. Burada yəqin çoxu məktəb psixoloqu da var, həmkarlarımızdan. Əlbəttə, biz bilirik ki, dövlətimiz bizə tapşırıq verir, müəyyən bir layihələr həyata keçiririk orta məktəblərdə. Maarifləndirmə işləri aparır. Həm hüquq mühafizə orqanları, həm səhiyyə sistemi, Elm və Təhsil Nazirliyinin bir dəstəyi ilə layihələr olub, narkomaniya yox deyək, sağlam gələcək naminə biz də gedirik. Və burada mən düşünürəm ki, düzgün işin aparılması əsas düşür məktəb psixoloqu. Məktəb psixoloqu əgər YouTube-dan bir video tapıb, hansısa blogerin videosunu şagirdə izlədirsə, şpris şəkili göstərirsə, rəngli dərmanlar göstərir, nə bilim, əvvəl sonra, əvvəl belə idi, indi narkotik bunu bu günə qoydu, dişləri töküldü, deformasiya olmuş əzələ, sümük göstərirsə, bu heç vaxt düzgün şəkildə effektiv nəticə verməyəcək. Biz bilərəkdən şagirdə müəyyən bir formada informasiya veririk. Əlbəttə, burada sual meydana çıxır, neyniyə bilərik? Çıxış yolu nədir? Biz Kanadada 77 dənə proqramı araşdırdıq. Birində də orta məktəbdə asılılıqla bağlı aparılan proqramlardır, layihələr. Birində narkotik sözünə rast gəlmədik. Orada əsas bənd nədən ibarətdir? Uşaqda daxili və xarici resursları aktivləşdirməlidir. Daxili resurs nədir? Özünü günahlandırmanın aşağı salınması, özünü qiymətləndirmənin adekvat səviyyəyə gəlməsi. Uşaq özünə inanmalıdır, güvənməlidir, yox demə bacarıq olmalıdır, istəyi ilə mübarizə aparmağı bacarmalıdır. Problemlər müəllim, şagird və psixoloq üçbucaq prizmasında həll olunmalıdır. Avtoritar nəzarət ikinci planda olmalıdır. Sonra Amerikalı bir neyropsixoloqdur, yoxsa belə bir ixtisası var, çox gözəl bir sözü var. Qeyd edir ki, Amerikalı valideynlərə, onu tövsiyə edirəm ki, orada da Amerikalı sözün qeyd edilir. Yəni, dünya bunu eləməsin, bir dənə Amerika eləsin. Heç vaxt uşaqlarınızı erkən yaşda gücə meyilli idmanlara qoymayın. Yəni, erkən yaş deyəndə biz nəzərdə tutur 4 yaş, 5, 6 yaş. Niyə? Çünki beyin əzələləri hələ formalaşmır. Bir boksa qoyursan, bir yumruq vuran kimi amigdala gəlir durur korteksin yerində, korteks geri durur hipokampın yerində. Və nə deyir? Beyin inkişaf etdirici idmanlara qoyun. Yəni, bu sudoku ola bilər, şahmat ola bilər, şaşqı ola bilər və s. Ona görə də uşaq, məsələn, özünü qiymətləndirmə normala döndükcə, özünü günahlandırma aşağı düşdü, özünü təsdiqə də can atmır. Və uşaqla ünsiyyətə girmək vacibdir. Valideyn bacarmalıdır, ancaq və ancaq uşaqla ünsiyyətə girsin. Yəqin ki, Freudda oxumusunuz da, deyir ki, uşaq əslində gündə sizə 1000 dənə sual verə bilər. Onu maraqlandıran onun düz tərəfi deyil. Onu maraqlandıran o tələbatdır, ünsiyyət tələbatı ödənməlidir. Və uşaq boş qaldıqca asılılığa meyillənir. Çünki beyin bekar qaldıqca mənfi düşüncələr aktivləşir. Mənfi düşüncələri də bilirik, bir xüsusiyyəti var. Bir-birindən törüyürlər, bir də görürük ki, artıq mənfi davranış həyata keçirmiş. Bu məktəb, belə deyim, həyatında çox vacib məsələlərdən biri asılılıqla mübarizənin son elmi araşdırmalarla aparılması. Yəni, siz hər hansısa bir videonu onlara göstərməklə heç də düşünməyin ki, maarifləndirirsiniz, qəti olaraq. Onu öyrədirsiniz. Belə, sonra burada da qeyd eləmişəm, maddə istifadəsinə qarşı effektiv yanaşmalar var. Təhsilə əsaslanan proqramlar yeniyetmələrdə maddə istifadəsinin qarşısını almaqda effektivdir. Məktəb əsaslı proqramlar riskli davranışları azaltmaq və psixososial bacarıqları gücləndirməyi hədəfləyir. Cəmiyyət əsaslı müdaxilələr, valideynlərin iştirakı ilə risk faktorlarını azaltmaqda və davamlı nəticə yaratmaqda əhəmiyyətlidir. Kütləvi informasiya vasitələri ilə aparılan maarifləndirmə kampaniyaları isə ictimai şuurun artmasına yardımcı olur. Reabilitasiya məsələsinə toxunmuşam. Bilirsiniz ki, reabilitasiya sıradan çıxmış vərdiş və bacarıqların yenidən bərpa olunması deməkdir. Maddə asıllığında və asılılıqlarda çox vacibdir. Müasir reabilitasiya mərkəzləri yalnız detoksifikasiya deyil, yəni detoksifikasiya yadınızdadırsa, biraz öncə dedim, absidensiya sindromunun aradan qaldırılmasında farmakoloji bir prosesdir. Yəni detoksifikasiyanın əsas, belə deyim, iki əsas məqsədi var. Biri ağrılardan şəxsi xilas eləmək, bir də qismən də olsa bədəndən narkotiki təmizləmək ki, şəxs
terapiyaya daha yaxşı nəticə reaksiya versin. Biz bilirik ki, bir yerimiz ağrıldığı təqdirdə sevdiyimiz filmə də baxa bilmərik, dərsə də qulaq asa bilmərik və s. O ki, qaldı bu olsun narkotik maddə asılılığı, ağrısı. Ona görə detoksifikasiya deyil, həm də psixososial müdaxilələri özündə birləşdirir reabilitasiya. Əsas maddə asıllığında istifadə elədiyimiz terapiyalar növlərinə toxunacağım. Kimin sualı varsa çıxışdan sonra da verə bilər. Əsas kognitiv davranış terapiyasıdır. Hətta onunla bağlı mənim bir məqaləm də var. Psixoaktiv maddə asıllığında kognitiv davranış terapiyasının effektivliyi ilə bağlı meta-analiz həyata keçirmişəm. 30 neçə məqalədən nəticə çıxartmışam ki, psixoaktiv maddə asıllığının və digər davranışsal asıllıqların müalicəsində kognitiv davranış terapiyası effektivdir. Sonra motivasiya müsahibə texnikasından istifadə edirik. Çıxışımın əvvəlində də qeyd elədim ki, ilk tənqidi fikrin yaradılmasında biz motivasiya edici görüş texnikasından istifadə edirik. Hətta Deklement və Prosaskanın bir maraqlı çarxı var. Onlar ona sağalmanın çarxı deyirlər. Birinci, məsələn, biz bilirik ki, şəxs hələ ki öz asıllığını qəbul eləmir. Asıllığını qəbul eləmir. Türklər buna farkındalıq öncəsi deyir. İngilislər orada Deklement və Prosaska pre-contemplation yazıblar. Yəni pre-contemplation də Azərbaycan dilində Google-a vuranda təfəkkür öncəsi edir. Belə bir anlayış yox. Biz onu müəllimlə dəyişiklik elədik niyyətə qədər mərhələ. Yəni şəxs hələ niyyət mərhələsində deyil, pre-contemplation mərhələsindədir. Yəni asılı deyiləm, ehtiyacım yoxdur müalicəyə, istədiyim vaxt dayandırıram, istədiyim vaxt davam edirəm və s. Biz onu motivasiyacı görüş texnikasının hansı mərhələyə gətirdik? Contemplation mərhələsinə gətirdik. Yəni nəyə? Niyyət mərhələsinə. Şəxs yenə də öz asıllığını qəbul eləmir, amma terapiya cavab verir. Yəni dəyişimə bir növü tam hazır deyil, amma müəyyən bir formada hiss edirik ki, əvvəlkindən nisbətən daha fərqlidir. Sonra 3 ay, 6 ay burada müddət şərti ola bilər, biz hazırlıq mərhələsinə keçirik. Yəni hazırlıq mərhələsi metaforik olaraq onun əlinə müəyyən bir mübarizə çantası veririk. İnstrument çantası veririk ki, yox demə bacarığı necə aktivləşəcək, istəklə necə mübarizə aparacaq, bizlə necə, belə deyim, qarşılıqlı şəkildə müzakirələrə və diskussiyalara fokuslanacaq, hazır olacaq. Bir növü necə deyirik, yəni şəxsin beyni iki yerə metaforik olaraq bölsək, biri məntiqli beyindir, biri məntiqsiz beyindir. Məntiqsiz beyin aktiv olduğuna görə narkotik edir. Bizdə burada lazımdır ki, məntiqli beyni aktivləşdirək və ora bir beyində yerləşdirək. Bu da təcrübi beyindir. O təcrübi beyində biz, bir növü psixoterapevt artıq burada təcrübi beyin rolunu oynayır. Hazırlıq mərhələsindən sonra akt mərhələsi gəlir. Yəni artıq onu aktuallaşdırır və sürdürmə. Niyyətə qədər, niyyət, hazırlıq, saat rəqəmləri kimi düşünsəniz, hazırlıq, akt, sürdürmə və gəlir şəxs məsələn 10 il müddətində maddə istifadə eləmir, bir tətikləyici ilə yenidən başlayır. Biz onu artıq deyirik relaps, yəni təkrarlanma. Orada da qeyd olunub. Yəni sol tərəfə gedirsə xitam veririk, yəni şəxs ömrünün axırına qədər maddə istifadə eləmir, ya da bir tetikləyicidən gəlir düşür, ya niyyətə qədər mərhələyə düşür, ya da niyyət mərhələsinə düşür. Artıq şəxsin yanaşmasına görə dəyişir. Sonra ailə terapiyalarından istifadə edirik. Əsas bizim üçün vacib olan ailə terapiyasının həyata keçirilməsidir. Qrup terapiyaları, məsələn, maddə asıllığında qrup terapiyaları çox effektiv. Çünki şəxs özü ilə biri var, qrup terapiyası 12 addım proqramda, o bizim qəti olaraq bizim işimiz deyil. O bizim işimiz deyil. Qumar asıllığı, oldu Könül xan, cavablayarım. Deməli, 12 addım proqramı akademik tərəfi olmadığına görə biz psixoloqlar onu heç vaxt həyata keçirə bilmərik. 12 addım proqramı keçmiş maddə istifadəçiləri həyata keçirir. Uzun proqram və hətta mən eşitdiyimə görə bəzi psixoloqlar gedir 12 addım proqramı təlim alırlar, nə bilim reabilitasiyada 12 addım proqramı verirlər. Necə verirlər onu bilmirəm. Bizdə əsas akademik əsaslı kognitiv davranış qrup terapiyası. Bilirik ki, kognitiv davranışın fərdi terapiyası da var, qrup terapiyası da var. Və sonra nəyə toxunacaqdım? Sonra multidisiplinar yanaşmaları qeyd elədim. Xanım, bir dənə zəhmət olmasa axıra gətir. Aysa, bax, burada saxla. Psixoloq, psixiatr, sosial işçi və həkimlərin bircə işi uğurlu müalicə üçün
əsas sayılır. Yəni burada mütləq ki, bunun biri olmadığı təqdirdə ciddi şəkildə problemlərlə qarşılaşır. İndi orada həkim qeyd olunub, hətta onu da eşitmişəm ki, Azərbaycanda bəzi psixoloqlarımız müəyyən bir formada medikamentoz müdaxiləyə də yönləndirirlər pasientlərə, amma bilsinlər ki, yəni bu qanunvericiliyə ziddir, hüquqi bir dövlətdə yaşayırıq, mütləq ki, valideynləri və şəxsləri mənfi yönləndirirlər. Ciddi şəkildə həm ixtisasları ilə bağlı ciddi problemdir, həm də insani yanaşma baxımından ciddi problemdir. Hər bir ixtisasın öz tələbləri var, öz mütəxəssisi var. Biz heç vaxt həkimin işini görməməliyik, biz heç vaxt depressant yazmamalıyıq, biz heç vaxt yuxu dərmanı yazmama, bizim ümumiyyətlə dərman yazma icazəmiz yoxdur, bizim təhsilimiz tibbi deyil. Klinik psixologiyanı da bitirsəniz tibbi deyil, klinik psixologiya, klinik sözü biz aldatmamalıdır. Biz psixologiyanı bitiririk. Qeyri-tibbi təhsildir. Ona görə də çox vacib məsələlərdən biridir. Sonra xülasə, bir dənə də keç. Asıllıq bioloji, psixoloji və sosial faktorların qarşılıq təsirlə yaranan kompleks bir problemdir, dedik, xroniki bir xəstəlikdir. Beynin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki bir xəstəlikdir. Narkotik asıllığı beyin strukturunu və funksiyalarını dəyişdirərək iradə nəzarətini zəiflədir. Genetik meyillik, travmalar, ailə mühiti və sosial faktorlar risk yaradan əsas səbəblərdəndir. Müalicə uzun müddətli və mərhələli bir prosesdir. Davamlı psixososial dəstək və relapsın qarşısını almaq strategiyaları əsas şərtdir. Məncə yekunlaşdı. Diqqətinizə görə minnətdaram. Kimin də sualı var, böyük məmnuniyyətlə cavablayarıq. Bilmirəm da neçə dəqiqə oldu. Mən təşəkkür edirik. Çox ətraflı, geniş və faydalı bir çıxış idi. Təşəkkür edirəm. Sahib bəy həmişəki kimi təşəkkür yazıb. Bəzi suallar Buyurun, mən təşəkkür edirəm. Bəli, kimsə mikrofonu açıb qoyub müəllim. Mikrofonunuzu zəhmət olmasa bağlayın. Mikrofonu açıldı. Siz bağlaya bilmirsiniz? Hə, bağlandı. Buyurun. Qumar asıllığı ilə vardı biri, Könül xanım yazmış desin. Aha, Könül xanımın sualı qumar asıllığı haqqında fikirlərinizi eşitmək istərdim. Çox sağ olun. Qumar asıllığı davranış asıllıqlarındandır. Hal-hazırda demək olar ki, çox rastlaşdığımız, belə deyim, pasientlərimiz var ki, qumar asıllığından əziyyət çəkir. Əslində, qumar asıllığının digər asıllıqlardan bir fərqi yoxdur. Beyin mexanizmi eyni funksionallıqla işləyir. Amma terapiyası əlbəttə fərqlidir. İndi terapiyalardan burada danışsaq çox uzun müddət vaxtımız gedəcək. Qumar asıllığında əsas bir-iki illüziya düşüncə var ki, ilk vaxtlarda asan yolla pul qazanma istəyi formalaşır şəxsdə. Müəyyən bir miqdarda gəlir əldə edirlər. Sonradan artıq borcların miqdarı artdıqca, itirdiklərinin miqdarı artdıqca artıq fərqli bir illüziya düşüncə yaranır. İtirdiklərimi çıxardım. Ona görə də, məsələn, qumar asıllığında bizim əsas görəcəyimiz işlərdən biri şəxsi keçmişi ilə barışdırmaqdır. Yəni, itirdiklərin qəbullanmalıdır şəxs. İtirdiklərin qəbullanmadığı təqdirdə heç vaxt terapiya effektiv cavab verməyəcək. Mütləq ki, beyin ancaq keçmişdədir ki, 100 min uduzdum, 150 min uduzdum. Reallığı qəbul ediyoruz, əlbəttə biz onun səbəblərinə düşürük, uşaqlıq travmalarına müraciət edirik, ailə işi aparırıq, şəxsdə nələr çatmır, nələr belə deyim, qaydasındadır və s. Qumarı ortaya çıxaran səbəblər nələrdir, təkikləyicilərlə mübarizə modelləri ortaya qoyuruq, sərhədlər qoyuruq ona, nələr olar, nələr olmaz. Çünki asıllılıq o qədər şaxəli bir proses ki, adi depressiyadan fərqlidir. Yəni, ya da bir adi bir psixoloji problemdən fərqlidir. Bizi burada narahat edən məsələlər çoxdur. Bir də, məsələn, qumar asıllığında belə bir yanaşma da mütləqdir ki, qumar asıllığın terapiyaya başlamamışdan öncə işin bilən mütəxəssis kimi öz sözünü demiş psixiatra yönləndirməkdir. Psixiatrda da müəyyən bir medikamentoz müdaxilə nəticəsində beynin süni şəkildə dopamin ifrazına belə deyim, icazə verilir. Yəni, bir növü dopamin ifrazını artıq dərmanlardan alır. Əlbəttə, biz bilirik ki, heç bir antidepressant asıllıq yaratmır.
Uzağı deyə bilərsiniz ki, şəxsi 2 aydır, 3 aydır dərman istifadə edir. Dərman atan kimi yenidən halı pisləşir. Biz ona asıllıq demirik. Biz ona dərmana yatqınlıq deyirik. Onunla paralel terapiyalarını alsa, yavaş-yavaş həkiminin diqqətlə dediklərini həyata keçirsə, dərmandan normal şəkildə uzaqlaşa bilər. Ona görə qumar asıllığında vacib psixiatr və psixoloq eyni anda müəyyən bir komanda işi görsünlər. Təşəkkür edirəm. Burada bir sual var. Yəni ki, bir insana bağlananda onu buraxa bilmirəm. Bu sualın ümumi cavabı səhv eləmirəmsə elə gedişat bağı. Belə deyək də, uşaqlıqdan o qədərə fərqli sistemlə böyüyürük ki, artıq biz asılı şəxsiyyət tipini mənimsəyirik. Biz bilirik ki, şəxsiyyətin tipləri var da, onlardan da biri asılı şəxsiyyət tipidir. Asılı şəxsiyyət tipi olan insanlar bir nəfərə bağlanırsa, heç vaxt asan şəkildə ondan qopa bilmirlər. Çünki özünü təsdiqi onda tapırlar, dəyəri onda tapırlar, sevgini onda tapırlar və onun fikirləri, belə deyim, təsdiqi, tərifi, tənqidi bunlar üçün çox vacib olur. Və bir insandan da uzaqlaşanda depressiv problemlərdən əziyyət çəkirlər, özlərinə gələ bilmirlər və s. O da bir növ asıllığın da bir növü kimi onu dəyərləndirə bilər. İnsan asıllığı. Okey. Üçüncü sual da buradan oxuyum, sonra mikrofonu açarıq. Deməli, bir nəfər soruşur, 5 yaşlı uşağın əllərini filəməsi asılılığı, yəqin bu filəmə yazıb, filəməsi asılılığı nədən yarana bilər? Yeni başlayıb, niyə belə edirsən, bu hərəkətin səbəbini soruşduqda isə demir. Mən onun tərəfdarıyam ki, bunu tələbələrimə də həmişə demişəm. Bizə, müəllimlərə yüklənən bir məna var ki, hər şeyi bilməlidirlər. Amma hər şeyi bilməliyik deyə bir qanun yoxdur. Müəllim bilmirəm sözün deməyi bacarmalıdır, gedib araşdırmalıdır. Gəlib tələbəyə də düzgün məlumat verməlidir. Yoxsa gedək, dolanaq gələk, yanlış məlumat verək, şəxsi də düzgün şəkildə maarifləndirə bilmərik. Ona görə xanımın yoxsa bəyin sualı mənə yad bir sualdır. Mən ona cavab verə bilmərəm. Onu yaxşı uşaq psixoloquna deyə bilərlər. Hər şeyi də asıllıq kimi dəyərləndirməyimiz də düzgün deyil də. O tərəfdən biraz asıllıq kimi dəyərləndirdiyimizdə biraz da mövzunun mahiyyətindən uzaqlaşırıq. Bəlkə başqa bir problem olar, ona uşaq psixoloqları cavab verməlidir. Oldu. Qərib Xıdırov əlini qaldırıb, buyursun. Qərib Xıdırov. Ramlan, salam, axşamınız xeyir. Hər vaxtın xeyir, Qərib, hər vaxtın xeyir. Hər birinizi salamlayıram. Ramlan, ilk öncə təşəkkür edirəm maraqlı və belə deyək, məlumatlandırıcı bir webinara görə. Mənim sualım əslində... Buyur. Siz də sağ olun. Demək, birinci sualıma əslində siz cavab verdiniz artıq. Mən hal-hazırda özəl məktəblərdə birində fəaliyyət göstərirəm və bu mövzuda birbaşa seminar və ya webinar kimi bir şeyin təşkil olunmasına adətən qarşı çıxmışam və belə desək, ya mütəxəssisin çağırılmasını, ya da dolayısıyla, yəni bunun arxa fonda olan dediyiniz o psixoloji məsələləri verilməsinə bağlı təklif vermişdim. Yəni bu mövzuda siz artıq cavab verdiniz, mənim belə desəm qane elədi. Təşəkkür edirəm. Növbəti, siz sağ olun. Növbəti sualım odur ki, yəni davranış asılılıqları ilə maddi asılılıqların arxa fonda baxdığımızda, yəni psixoloji faktorlar olaraq mütləq şəkildə mənfi təcrübələrin olması, belə deyək, mənfi duyğular ya da emosional zəkadan baxdığımız o mənfi duyğunu rədd etmə, ondan qaçma kimi, yəni bir anlıq həmişə müsbət hiss etmə, həmişə həzz alma kimi bir marağın olduğunu deyə bilərikmi? Yoxsa burada maddi asılılıqlarında mütləq şəkildə belə deyək, mərkəzi sinir sistemi təsir edən bir şey baxımından fərqlidir? Yəni bunların arxa fonu psixoloji baxımdan eynidir. Yəni bir asıllığın yaranması üçün eyni məsələlərə mi bağlıdır? Burada sadəcə olaraq istifadə, belə deyim, istifadə maddə də ola bilər, qumar asıllığı da ola bilər. Biraz öncə dediyim kitab da asıllıq ola bilər. Yəni şərt deyil ki, emosional qasış üçün ya da həzz almaq üçün mütləq ki, narkotik ön plandadır, davranışlar xeyr. Bütün asıllıqlarda sistem eyni cür işləyir. Yəni, mən düşünürəm ki, məsələn, belə bir şey oxumuşdum, hansısa məqalədə, deyir ki, əslində
narkotik maddələr asıllıq yaratmır, düzdür, əlbəttə yaradır, özdə biz bunu buradan da demək yerinə düşər ki, zaten narkotik maddədən uzaqlaşmağın ən ideal variantı heç ona başlamamaqdır. Çox təhlükəli bir asıllıq növüdür. Amma orada da qeyd edir ki, arxa fonda əslində asılı olan bizim beynimizdir. Yəni biz narkotik maddə istifadə eləməsək belə, mütləq ki, asılı beyindirsə gedib internet asılısı olacaq. Ya qida asılısı olacaq, seks asılısı olacaq, nə bilim, kafein asılısı olacaq və s. Yəni burada əsas aparıcı meyar beynimizdir. O beynimizdə hansı proses gedib ki, hansı funksionallıqda ləngimə olub ki, biz özümüzü müəyyən bir formada nəyinəsə kompensasiya edib həzz alırıq və ya komfort zon axtarırıq. Yəni sualına belə cavab verə bilərəm. Düşünürəm ki, yəni araşdırdığım, oxuduğum qədər belə nəticəyə gəlmişəm. Onun sənin başqa fikrin varsa? Yox, mənim qanədə əslində. Yəni bildiyim qədər bu kafein asıllığını da deyirsiniz. Yəni mən onu da məsələn nəzərdə tuturdum. Və bildiyim qədər bu kafein asıllığı və ya siqaret asıllığı da əgər səhv anlamamışamsa maddə asıllıqları daxildir. Əlbəttə nikotindir, alkoqoldur, kafeindir, digər narkotik maddələr, stimulyatorlar, opioidlər, depressantlar, halüsinogenlər, kokain və s. Hamısı psixoaktiv maddə gedir. Yəni müəyyən bir maddə varsa, mütləq ki, bu psixoaktiv maddə asılıdır. Amma burada məsələn alkoqol da psixoaktiv maddədir, narkotik da psixoaktiv maddədir. Yəni nə deməkdir? Psixoaktiv beynin psixoaktiv funksionallığına təsir edir. Ləngidə də bilər, aktivləşdirə də bilər. Orada bir də son olaraq, yəni dopamin baxımından və yaxud digər hormonlar baxımından yenə də təzim zehində, beyində formalaşması eyni ilə digər davranış asılılıqlarında da işləyir də, düzdürmü? Bəli, məsələn, nikotin ən az... Yəni, onların dövriyyədə qalmasında. 100-150 deyəsən vahid artırır dopamini. Ona görə də şəxs daha tez onu həyata keçirir. Yəni, beyin az dopamin ifraz elədiyinə görə onu yenidən o tələbatı ödəmək üçün, məsələn, görürsə, yarım saatdan bir saatdan bir siqaret istifadə edir. Qumar asıllığında da, məsələn, dopamin ifrazı müəyyən bir miqdar udur, beyin dopamin ifraz eləyir, o davranışı proqramlaşdırır və yenidən ancaq o uduşun verdiyi həzz almaq istəyir. Hərəsinin özünə xas bir sistemi var. Təşəkkür edirəm, Ramin müəllim. Mən təşəkkür edirəm. Var ol. Çox sağ olun. Minurə xanım əlini qaldırıb. Salam, axşamınız xeyir. Salamlayıram Ramin müəllimi. Minurə Cavadova Xəzər Universitetindən öz müəllimim Ramin müəllim. Müəllim, bayaq koqnitiv elastikliyin müsbət xüsusiyyətlərindən danışdıq. Yəni izah elədiniz xüsusiyyətlərini. Bəs mənfi xüsusiyyətlər də varmı? Ya yalnız elə müsbət tərəflərinə toxunuruq? Nəyin Minurə başa düşmədim? Koqnitiv elastikliyin müsbət xüsusiyyətlərindən danışdıq. Bunun mənfi xüsusiyyətləri də varmı? Ya yox, elə yalnız müsbət cəhətlərdən danışırıq. Xeyr, yox. Zaten biz burada koqnitiv elastiklik deyəndə indi məsəl üçün tələbələrimə də o tapşırığı vermişəm. Bakı Dövlət Universitetinin tələbələri bizdə tədqiqat aparırlar. Burada koqnitiv elastiklik, travma və asıllıq arasındakı əlaqəni yoxlayırlar. Asıllar arasında. Yəni burada nədir? Biz burada qeyd edirik ki, travması daha az olan insanlar, yəni fiziki və emosional zorakılığa daha az məruz qalmış və yaxud ondan daha az zərər görmüş insanlarda koqnitiv elastiklik yüksək olur. Koqnitiv elastiklik yüksək olanda biz daha yaxşı koqnitiv öyrənirik. Öyrəndiklərimizi daha yaxşı emal edirik və yeni şəraitə daha yaxşı adaptasiya edirik. Əgər koqnitiv elastiklik aşağıdırsa, sən artıq dediyin onun əksidir. Yəni öyrənmədə də problem olur. Öyrəndiyimizi də emal edə bilmirik və yeni şəraitə də uyğunlaşa bilmirik. Yəni, beyin ortaya mübarizə modelləri qoya bilmir. Çıxış yolun başqa şeyləri də axtarır. Daha asan, daha rahat, daha elastik və yaxud daha onu tez qane eləyən, amma koqnitiv elastikliyi yüksək olan insanlarda müqayisəli təhlil də güclü olur. Analitik yanaşmadır, yox demə bacarığı, istəklə mübarizə, adaptasiya və s. müsbət xüsusiyyətlər daha çox ön planda olur. Yəni, müsbətidir və qeyd elədiyin kimi də onun əksi də onun mənfiləridir. Aydındır, müəllim, təşəkkür edirəm. Mən təşəkkür edirəm, sağ olun. Çox sağ olun, Minurə. Könül xanım zəhmət olmasa. Salam, axşamınız xeyir olsun. Salam, Ramin müəllim. Hər vaxtınız xeyir.
Yəni xoş oldu bizim üçün. Sadəcə seminar olmadı, bizə bir dərs keçdiniz. Təşəkkür edirəm, minnətdaram. Var olun, minnətdaram, dəyərli olun. Rəmən, bir siz sual soruşmaq istirdim. Uşaq və Bəli. yeniyetmələrdən erkən asılılığın qarşısını almaq üçün ilkin siqnallar olaraq nəyə diqqət etməliyik? Aha. Hə, təşəkkür edirəm, var olun. Yəni müşahidə olaraq hardan bilməliyik də, bununla asıllıq var yoxsa yox? Onu qeyd edək. Bəli, məsələn, valideyn bir narahat edib uşağın Bəli, əla. Çox maraqlı sualdır. Biz burada əsas 3 sferada, belə deyim, müşahidələrimizi apara bilərik. Sosial, fiziki və psixoloji. İlk öncə sosial qeyd edəndə, məsələn, dost çevrəsində dəyişiklikdir, dərsə qarşı marağın olmaması, əvvəlki aktiv işlərində ləngimələr, sonra qiymətlərində, belə deyim, zəiflik, bir növ səliqəsizlik və s. Məsələn, psixoloji olaraq depressiyadır, özünə qapanmadır, yalana daha çox üstünlük verməsidir, fiziki olaraq arıqlamadır, saçın tökülməsi, mədə-bağırsaq, ürək-damar sistemində pozuntular, göz bəbəyinin böyüməsi və yaxud daralması, burun suyunun, ağız suyunu saxlaya bilməməsi, bu maddənin növünə də görə dəyişə bilər, vasitəsinə görə də dəyişə bilər. Amma biz burada həmişə bir haşiyə çıxırıq ki, mütləq ki, övladlarınızda bu simptomları müşahidə eləyirsinizsə, heç vaxt narkotik üzərindən getməyin. Davranış üzərindən gedin. Hə, Ramin Allah verdiyə belə demişdi. Sən narkotik maddə istifadəçisən. Sabah apararsan narkoloq onu sidiyindən yoxlayar. Heç bir narkotik çıxmaz və valideynlə uşaq arasında ciddi şəkildə bir konflikt körpüsü yaranır. İnamsızlıq, güvənsizlik, məni günahlandırırsan, məni narkotiklə günahlandırırsan, mən elə bir insan deyiləm və s. və s. Bir növü ağlına nəsə salarıq da belə deyil, olmayan bir şey. Ona görə davranış üzərindən gedirik. Necə gedirik? Bunu mən çıxışlarımda da qeyd edirəm. Çox elementar, sadə bir cümlələrdir. Sən mənim üçün dəyərlisən, sən mənim üçün vacibsən, mən səni çox sevirəm və biləsən ki, həmişə sənin yanındayam. Son vaxtlar gözümə yaxşı dəymirsən, bəlkə səni bir həkimə göstərək və yaxud bəlkə mənə nəsə demək istəyirsən. Əlbəttə, biz orada hə, yox cavabı almırıq. Bunun çıxışımda da qeyd eləmişim. Biz bir növü onun beyninin əkin sahəsi götürüb bir dənə buğda atırıq. Düzəlməsini gözləyəcək. Hə, yox cavabı gözlədiyin təqdirdə artıq konflikt yaranır. Mən heç ara getmirəm, mən sağlamam, siz məndən şübhələnirsiniz, nə bilim və s. evdən getmələr, acıq eləmələr, konflikt, cinayət davranış, deviant davranış və s. Bir ay keçir, 2 ay keçir, gəlir ki, ana, ata, yadınızda siz mənə dəstək olmaq istəyirsiniz, mən razıyım. Yəni o komfort zonasını eləmək lazım ki, uşaq komfort zonanı narkotikdə, alkoqolda yox, sizdə tapsın, yəni bizdə tapsın, valideyndə tapsın ki, mütləq ki, sabah ortaya bir şey çıxdığı təqdirdə məni günahlandırmayacaq, məni mühakimə eləməyəcək. Məsələn, biz görürsünüz, ümumiyyətlə müalicənin, Respublika Narkoloji Mərkəzində müalicənin 2 növü var. Biri var məcburi müalicə, məhkəmə tərəfindən yönləndirilir. Şəxs minimum 6 ay, maksimum 2 il müalicə alır. Dövlət hesabına tam ödənişsiz. Bir də var könüllü müalicə. Könüllü müalicəni mən özüm də məqalələrimdə, hardasa nəsə yazıb eləyəndə 2 yerə bölmüşəm. O təcrübəmə uyğun olaraq onu bölmüşəm. Birini formal könüllülük eləmişəm, birini real könüllülük eləmişəm. Yəni könüllülüyü də 2 yerə bölmüşəm. Formal könüllülük nədir? Valideyn tərəfindən cəzalandırma və mükafatlandırma ilə gələn insanlar. Get sənə maşın alacağam, get səni evləndirəcəm, nə bilim, və yaxud getməsən boşanacağam, getməsən mən adlı atan yoxdur, sən adlı oğlum yoxdur. Bir cəzalandırma və mükafatlandırma. Şəxs neyini? Formal olaraq müalicə alır. Yəni, arxa fonda düşüncəsi fərqlidir, amma görünüş olaraq özünü elə apar ki, güya müalicəyə gəlir. Bir də var real könüllülük ki, şəxs özü istəyərək müalicəyə gəlir. Yəni, burada valideynin tutumu bizim üçün çox vacibdir. Amma sizin sualınıza gəldikdə isə, biraz öncə qeyd elədiklərimdən, hə, biz müəyyən bir formada şübhələnə bilərik ki, şəxsdə nələrsə qaydasında getmir. Onun da avtomatik olaraq tez araşdırmalıyıq, ən yaxşı mütəxəssis tapmalıyıq, maddə ilə bağlı, həmin maddə ilə bağlı informasiya əldə etməliyik, addımı necə atacağıq, narkoloji mərkəziyə müalicə olunmalı, müraciət olunmalıdır, yoxsa psixoloqa, psixiatra və s. İlkin düzgün addımın atılması bir növ elə işin də yarı-yarıya pozitiv şəkildə həlli deməkdir. Amma çoxu zaman heyif ki, valideynlərimiz
yanlış metodlardan istifadə elədiklərinə görə nəticədə çox xoşa gələn oldu. Təşəkkür edirəm, çox sağ olun. Sualı Mən sizə təşəkkür edirəm. Var olun. Mənim bir sualım olacaqdı. Buyurun. Salam. Sonuncu sualı Salam. Bipolyar pozuntunun əsas simptomları hansılardır? Yəni Bipolyar üç Bəli. xüsusiyyət mütləq simptomdur ki, məhz deyilir ki, bu bipolyar pozuntudur. Bipolyar pozuntuda şəxs müəyyən bir müddətdə biz elə bil yanımda qələm yoxdur. Elə bir qələmin iki tərəfini düşünün də. Qələmin bir tərəfi manik fazadır, bir tərəfi depressiv fazadır. Yəni manik fazada şəxs 1 ay, 2 ay həddindən artıq aktiv olur. Cinsi istəyi artır, nə bilim yeməyində artım olur, yuxusuzluq, qumara cəhd eləyə bilər, əyləncəyə cəhd eləyə bilər, çoxlu pul xərcləyə bilər, şən, mehriban, xoşbəxt hiss edir özünü. 1 aydan, 2 aydan sonra düşür depressiv fazaya. Bunların tam əksi. Yaşama istəyi olmur, həyat mənasızdır, intihara cəhdlər baş verə bilər, hətta aktı da həyata keçirə bilərlər. Ona görə o şəxsin artıq o bipolyar pozuntunu hansı formada yaşadığı o bizim üçün o vacib. Yəni hər şəxsdə fərqli şəkildə özünü göstərə. Ramin, mənim bir də sualım olacaqdı. Buyurun. Bipolyar pozuntu ilə təşviş həyəcan pozuntusunun ortaq xüsusiyyəti varmı? O təşviş və həyəcan pozuntusunda əsas adından da görsəndiyi kimi müəyyən bir ölüm qorxusu gəlir, panik atak fonunda. Təşvişli hal ürək döyüntüsü artır, qan dövranı sürətlənir. Bəzən Amma bipolyarda bu biraz yayılmış formada baş verir. Bipolyarda biz elə şeylər müşahidə eləmir ya, təngi nəfəs olsun, ürək döyüntüsü artsın, ölüm qorxusu gəlsin. Tam fərqli pozuntulardır. Elə zaman ola bilərmi psixoloq pasiyentə diaqnoz verdikdə bipolyar pozuntu ilə təşviş həyəcan pozuntusunun arasında qalsın? Komorbid xəstəliklər ola bilər də yan-yana. 3 xəstəliyi də birdən yaşaya bilər. Amma bir iş orasındadır ki, mən sizə bir yanlış anlamayın, mən xahiş edirəm. Amma bizim diaqnoz qoymaq bir icazəmiz yoxdur. Qəti olaraq deyil. Biz mütləq ki, şübhələndiyiniz an mütləq ki, psixiatra yönləndirməlidir. Bəli, siz şübhələnirsiniz, əlbəttə bu normaldır. Məsələn, qulağına səs gəlir, gözdən nəsə görsənir, məni izləyirlər, nə bilim, Allah mənəm, Tanrı mənəm, qısqanclıq sayıqlamaları, dini sayıqlamalar avtomatik yönləndirilir psixiatra. Psixiatra dərmanı yazdı, inkişaf etmiş ölkələrdə də bu mövzuda belədir. Ya 50-nin 50-yə terapiya ilə medikamentoz müdaxilə eyni gedir, ya 40-ın 60-a, ya 60-ın 40. Aydındır. Paralel getmədiyi müddətdə biz tez vaxt effektivlik əldə edə bilmərik. Başa düşdüm. Çox sağ olun. Minnətdarım sizə, var olun. Ramin, mən bir sual vardı. Olar mı? İcazə verin. Buyurun. Deməli, bir dənə ağlımda bir şey formalaşdı ki, yəni sadəcə travmaya bağlı olmayan, yəni belə deyək, hedonizmlə bağlı belə bir şey ola bilərmi ki, hansısa cəmiyyətlərdə, ölkələrdə həyat tərzini aktivləşdirmək üçün hər hansı bir formada tərkibində icazəli və yaxud da qeyri-qanuni, yəni maddələr olan bir şeylərdən istifadə edirlər və yaxud da nə dərəcədə bu realdır ki, yəni sadəcə maddi həyatı yaxşıdır şəxsin. Sadəcə daha yaxşı hiss etmək üçün belə bir şey. Çünki mənim qarşıma bir-iki dəfə çıxıb, nə bilim, İsveçdə falan nəsə bir şey istifadə edirlər, konfet kimi, bilmirəm, saqqız kimi. Və bu nə dərəcədə doğrudur ki, gələcəkdə insanlar bu kimi şeylərdən istifadə edə bilərlər, amma onların hər hansı bir travmaları yoxdur, yəni, psixoloji olaraq. O coğrafiyanın tələbinə görə dəyişən bir məsələdir. Məsələn, mənə sual verəndə ki, Azərbaycanda marihuana legallaşmalıdır, sual kimi, qəti olaraq cavabım yoxdur. Çünki bu coğrafiya üçün o legallaşma düzgün nəticə verməyə bilər. Amma məsələn, birinci Portuqaliyaya baxsaq biz, 2000-ci ilin əvvəllərində, orada müəyyən bir maddələr, gördülər ki, artıq sürətli bir maddə asılılığı artır və sağlamlıq baxımından Səhiyyə İdarəsi qərar verdi ki, müəyyən bir maddələr legallaşsın və şəxslərin müalicəsinə ayrılıq pulu onların sosiallaşmasına ayrılıq. Bir müddətdən sonra tədqiqatlar aparıldı, gördülər ki, maddə asıllığında azalma var. Amma bu bizim coğrafiya üçün keçərli deyil. Çünki biz uşaqlıq yaşantılarımız, ailə modellərimiz fərqli olduğuna görə bizdə müəyyən bir o
ifratına getmə davranışlarımız da var da. Bəli, bəli. Ona görə də qəti olaraq məsələn müəyyən bir coğrafiyalarda o maddələrin leqallaşması qəti olaraq düzgün deyil. Sən qeyd elədiyin bilirəm, əsas yuxarı Avropa ölkələridir. Norveçdir, İsveçdir, Şvedlədir, indi o Hollandiyadır və Skandinaviya ölkələridir. Onlarda indi bir növü biraz etnopsixoloji tərəfdən də baxa bilərik də məsələyə. Normal davranış kimi, qanuni şəkildə mənimsəyirlər. Hətta etnopsixologiyada bir cümlə var ya, deyir Amerikada qəbilə var ki, qulağa səs gəlməyəndə pozuntu kimi qəbul edirlər. Amma bizdə qulağa səs gələndə pozuntu kimi qəbul edirlər. Yəni o coğrafiya onu necə qəbul edirsə elədir. Bu məsələləri üzbəüz danışarıq. Olar müəllim. Ya bu şəxslər yəni endorfin yoxsa daha çox serotonin kimi bir şey yüksəltməyə çalışırlar orada belə desək qısaca. Burada artıq sonradan artıq maddəyə başlamaq yenə də düşünürəm ki, müəyyən bir formada həzm meyarı kimi qəbul edilir. Antidepressantı əvəz etməyə çalışırlar. Biraz çətin məsələdir. Vallahi cavab verə bilmirəm belə şeylərə. Tamam, bir başqa zaman. Amma özünüz üzbəüz olanda rahat danışa bilərik. Mən təşəkkür edirəm. Olar. Çox xoş oldu Ramin müəllim, minnətdarım. Var ol, dəyərli olasın. Mənə icazə verirsiniz? Buyurun müəllim, icazə sizindir. Ramin müəllim, təşəkkür edirəm. Həmişə kimi mütəxəssis peşəkarlığı öz yerində, sizin pedaqoji qabiliyyətinizin burğunuyam. Allah sizi var eləsin. Əslində hər birinə müəyyən qədər həmkarların suallarının içində cavab verdiniz. Hər ikisini eyni vaxtda səsləndirəcəm. Biri elmi sualdır, biri hüquqi sualdır. Bəli. Davranış asılılıqları ilə bağlı psixoterapiyada davranış asıllığında bir problem görürəm. Mütəxəssislərimiz bunu maddə asıllığından tamam fərqləndirir, tamam ayırır. Necə olar? Burada bir daxili maddə asılılığı belə demək mümkündürsə, nəzərə alınıb, müəyyən qədər burada da bir maddə asılılığı kimi baxmaq. Təhlükə baxımından deyirsiniz? Yox, təhlükə baxımından yox. Yəni bu baxımdan deyirəm ki, davranış asılılığı varsa, burada bir maddələr mübadiləsinin pozuntusu da var. Psixoterapiya xüsusən bölgələrdə... Yəni beyin o funksionallıq olaraq deyirsiniz də beyində. Xüsusən bölgələrdə bu funksionallıq nəzərə alınmır. Ona görə uğurlar yaxşı deyil. Hərdən bir mən deyirəm, həmkarlara deyirəm ki, maddə asıllığına baxın, onun terapiyasının tələblərinə müəyyən qədər əməl edin. Bax, buradan bu nə qədər doğrudur, mənim fikrim nə qədər doğrudur, müşahidəm nə qədər doğrudur. İkincisi, hüquqi məsələdir. Nəzərə alsaq ki, pozuntular psixotrik pozuntulardır, psixoloji pozuntulardır, sonra təsnifatda biraz da irəli geçsək, nevrotik, psixotik. Bəli. Bu baxımdan klinik psixologiya təhsili olmayanların psixoterapiya ilə məşğul olub-olmaması ciddi mübahisə doğuran məsələdir, bilirsiniz. Klinik psixoloq olmadan psixoterapevt olmaq mümkündürmü? Psixotik pozuntulara toxunmamaq şərti ilə psixoterapiya ilə hansısa texnikaları mənimsəyib şəxs bir əsaslı sertifikatı da var əlində, amma yenə mübahisə doğurur. Əvvəlcədən təşəkkür edirəm. Mən təşəkkür edirəm. İkinci sualınızdan başlayayım. Hal-hazırda çox aktual bir məsələdir. Psixologlar arasında ciddi şəkildə fikir ayrılıqları var. Birinci, psixoterapiya ilə bağlı dünyanın heç arasında elə bir qanun yoxdur ki, psixoterapiya ilə ancaq klinik psixoloq məşğul ola bilər. Orta məktəb psixoloq da psixoterapiya apara bilər. Hətta kognitiv davranış terapiyasının uşaqlarla bağlı texnikaları da var. Yeniyetmələrlə bağlı texnikaları da var. Psixoterapiya nədir? Müəyyən bir psixoloji problemin müəyyən bir texnikalarla aradan qaldırılması. Yəni orada demir ki, klinik psixoloq olmalıdır, hüquq psixoloq olmalıdır və yaxud ailə psixoloq olmalıdır. Hətta psixopedagogika kitabında belə bir cümlə var ki, tibb bacısı belə psixoterapiya apara bilər. Nə qədər çox psixoterapist varsa, bir o qədər çox psixoterapiya üsulları olur. Yəni bizdə bəzi müəllimlərimiz, indi həmkarlarımız o fikri irəli sürürlər ki, klinik psixoloq ancaq terapiya apara bilər, psixoterapiya apara bilər. Yəni son zamanlar Azərbaycanda da klinik psixologiyanı biraz katastrofik dəbə mindiriblər. Yəni oxuyan da özünə klinik deyir, oxumayan da klinik deyir.
Yəni heç iki pasientlə görüşməyib, yenə də klinik terapiya aparır. Yəni çox psixoloji xidmətlə bağlı bir ciddi problemlərimiz var. O ki qaldı sizin o davranış asılılıqlarına, ümumiyyətlə davranış asıllığında da, psixoaktiv maddə asıllığında da terapiyanın aparılma qaydası eyni olmalı. Paralel şəkildə eyni cür aparır. Sadəcə olaraq burada şəxsin şəxsiyyətinin tipidir, nə bilim temperament deyirik, xarakter deyirik, baxış bucağı deyirik, analitik yanaşması, ailənin dəstəyi, dəyərlər sisteminin roluna uyğun olaraq fərqli nəticə ala bilərik. Orada narkotik edir, burada da qumar oynayır. Fərqi yox. Narkotikdə birinci bədəni təmizləyirik, ağrıdan xilas edib terapiyaya başlayırıq. Amma qumar asıllığında ağrı olmur, birbaşa terapiyaya başlayırıq. Amma mənəvi ağrısı fiziki ağrıdan daha da çox. Şiddətli tetikləyicilər var. Ona görə də son texnikalardır, son strategiyaları mütləq ki, onun o həmin asıllıqla işləyən psixoterapevt bunu araşdırmalıdır. Hansı formada yanaşacaq, nə edəcək, bunun texnikası var, bunun yolları var, mexanizmi var. Ona elə oturum tövsiyə verim, zərərlidir, ciyərlərini sıradan çıxardacaq, istifadə eləmə. Nə bilim, mənim bir qohumda da vardı, onun dünyasını dəyişdi, ya da qumar oynama ziyandır. Bunu şəxs özü yaxşı bilir. Sadəcə olaraq kontrolu əlində saxlaya bilmir. O kontrolu əlində saxlamaq üçün biz ona yol göstərməliyik, biz ona texnikalar verməliyik. Düşünürəm ki, cavab az da olsa, sualımıza cavab verə bilirim. Təşəkkür edirəm. Tam əhatəli, mən qaranlıq qalan bütün cavabını aldım. Sağ olun. Var olun müəllim, minnətdaram. Kamil müəllim, deyəsən yekunlaşdı. Deyəsən suallar yekunlaşdı. Hə. Burada amma yazıların içərisində Samir bəyin bir sualı var idi. Nə sualdır? Narkotik qumardan ayılanda həqiqətən rahat olursan, yoxsa daha boş görünür hər şey? Necə? Narkotik və qumardan ayılanda həqiqətən rahat olursan, yoxsa daha boş görünür hər şey? Samir bəydir. Samir Abulqasımlı. Samir bəy, vallahi narkotikin heç üzün görməmişəm, istifadə etməmişəm. Mən tələbə sual verir ki, müəllim, narkotik necə? Deyirəm, mən 48 yaşım var, mən indiyə qədər ancaq televizorda görmüşəm onu. Yəni ona görə onu ancaq müalicə alan pasiyentdən soruşmaq lazımdır. Əlbəttə, həyat tərzi dəyişir, artıq sosiallaşma, əmək fəaliyyəti, ailəvi münasibətlər. Əgər bunu nəzərdə tutursunuzsa, düşüncəsində dəyişikliklər ortaya çıxır, artıq adekvat düşünür, məntiqli qərarlar verir, istəyi ilə belə deyim, mübarizə apara bilir, ailəvi məsələlər qaydasına düşür. Əlbəttə, narkotik və qumardan uzaqlaşanda həyat tam fərqli şəkildə pozitivə fokuslanır. Yəni bunu demək, bunu soruşursunuzsa belədir bu. Yəni məntiqli olaraq da budur. Boşluq yox, bir azadlıq, sərbəstlik hiss olunur da. Sərbəstlik, azadlıq, bəli, bir özünə güvən, özünü qiymətləndirmə artır, şəxs artıq müəyyən bir mübarizə modelləri ortaya qoyur, özü ilə bağlı düşüncəsi dəyişir, pozitivə yönümlü. Çox vacib məsələdir. Məncə yekunlaşdıra bilərik. Gecə vaxtı kifayət qədər çox vaxt ayırdınız. Bu aktual mövzu ilə bağlı xeyli vacib bir məlumatları çatdırdınız bizim iştirakçılara, indi YouTube-da bizi dinləyənlərə. Çox maraqlı məqamlar oldu, vacib məqamlar oldu ki, bu problemlə çalışanlar üçün bir örnək götürsünlər. Məsəl üçün, mənim diqqətimdə qaldı bir məsələ ki, bu təbliğat işini aparanda xüsusi qaydalara, meyarlara xüsusilə diqqət yetirmək lazımdır. Vacib məsələlər idi. Çox sağ olun, təşəkkür edirəm Ramin müəllim. Bizim kiçik bir açılsaydı buradan bir təşəkkürnaməmiz var. Mənə verilməlidir o təşəkkürnamə. Biz elektron formada təqdim edirik. Mənim bəxtimdən açılmayacaq, onları görmüyorsun. Açıldı artıq. Yoxsa görsənirmi? Əla. Çox minnətdaram sizə.
belə bir məsuliyyətli, belə bir vacib iş həyata keçirirsiniz. Biz də bacardığımız qədər həmişə dəstəksinizdir. Əlimizdən gəldiyi qədər. Həmkarlarımı da buradan salamlayıram, təşəkkür edirəm. Tələbələrimizə də sağ ol deyirəm, dəyərli olsunlar ki, gəldilər, qızıl kimi vaxtlarını sərf elədilər. Belə, minnətdaram hər birinizə. Çox sağ olun, var olun. Kamil müəllim, Var olun müəllim. təşəkkür edirəm. Çox faydalı bir bilgi. Davamlı olsun inşallah. Sağ olun, təşəkkür edirəm hər birinizə, var olun.